Naxçıvan Beynəlxalq Hava Limanında sərnişinlərin dəyərli əşyalarının oğurlanmasının təfərrüatı bəlli olub. Oxu Az teleqrafa istinadən məlumat verir ki, hadisə bu il avqustun 3-ü, 13-ü və 17-si gerçəkləşən Naxçıvan-Bakı reysləri vaxtı baş verib. Cinayət hadisəsini isə aeroportun daşınmaların təşkili və koordinasiyası xidmətində yük vuran kimi çalışan 1997-ci il təvəllüdlü Hüseyn Həmzəyev və 2005-ci il təvəllüdlü Səyid Kərimli törədiblər. Qabaqcadan əlbir olan şəxslər Naxçıvan aeroportunda bagaj yüklərinin təyyarəyə daşınması vaxtı qanunsuz olaraq çantalara baxış keçirib və qızıl zinət əşyalarını mənimsəyiblər. Oğurluq əməlini törədən şəxslərin əsasən qadın çantalarına və sərnişinlərin çatdıqları yerdə açılmasından şübhələnməmələri üçün bağlaması zəif olan bagajlara baxdıqları müəyyən olunub. Sərnişinlərdən oğurlanan qızılların ümumi dəyəri 4170 manat olub. Səid və Hüseynin oğurladığı qızıllar Cahan Ticarət Mərkəzində satılıb. Qızılların bir qismi isə Nur Telekom adlı lambarda 1400 manat müqabilində qoyulub. Cinayətin üstü isə müştərilərin bagajlarındakı dəyərli əşyaların yoxa çıxmasını gördükdən və bu barədə polisə məlumat verdikdən sonra açılıb. Hüseyn Həmzəyev 2 il 2 ay, tanışı Səyid Kərimli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.